Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 26-cı sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Müəllim lövhəyə bir natural ədəd yazır. Əgər bu ədəd cütdürsə silib yerinə yarısını yazır. Təkdirsə silib yerinə 2 mislindən 4% böyük ədəd yazır. Lövhəyə yazdığı hər ədədə bu əməliyyatları tətbiq edir. Məsələn, müəllimin yazdığı ilk ədəd 3 olarsa, ikinci ədəd 10, üçüncü ədəd isə 5 olacaq. Buna görə müəllimin lövhəyə yazdığı ilk ədəd 13 olarsa, 6-cı ədəd neçə olar? Deməli, bizim prosesimiz necə gedir? Misal üçün deyirəm, hələ 13-ü yazmayaq. Hələ yazaq, misal üçün deyirəm, 7 ədədini. Birinci ədədimiz olsun 7. Əgər ədəd təkdirsə nə edir? Silib yerinə 2 mislindən 4 vahid böyük ədəd yazır. Yəni, ikinci ədədimiz necə olacaq onda? 7 vurulmuş 2 plus 4. Yəni, eləyəcək 2 dəfə 7, 14, 4 doğrudan 18. Deməli, ikinci ədəd B olacaq və bu qanuna uyğunluq bütün ədədlərə tətbiq olunaraq gedəcək. Misal üçün, bu halda üçüncü ədəd neçə olar onda? 18 cüt ədəd. Deməli, silib yerinə yarısını yazacaq. 18-in yarısı eləyəcək 9. Bu formada ardıcıllıq gedəcək. İndi buna əsasən bizim ədədimiz neçədir? İlk ədədimiz 13-dür. 13-ü indi bu qaydanı tətbiq edək. Birinci ədədim 13-dür. Gəlirəm ikinci ədəd tapmağa. Ədəd təkdir. Deməli, 2 mislindən 4 vahid böyük ədəd yazacaq. Yəni, 13 vurulmuş 2 plus 4. Eləyəcək 26 plus 4. Yəni, 30. İkinci ədədim oldu 30. Keçirəm üçüncü hissəyə. Üçüncü ədəd neçə olacaq onda? 30 tək ədəd. Üzrsən, cüt ədəddir. Cütdürsə silib yerinə yarısını yazacaq. Yəni, 30-un yarısı eləyəcək 15. Deməli, üçüncü ədədim olacaq 15. Dördüncü ədədə baxsaq, 15 tək ədəd olduğuna görə silib yerinə 2 mislindən 4 vahid böyük ədəd yazacaq. Yəni, 15-i vuracağıq 2 üzərinə 4 gələcək, eləyəcək 30, 4 doğrudan 34. Dördüncü ədədim 34-dür. Gəlirəm 5-ci ədədə baxmağa. 34 deməli cüt ədəddir, düzdürmü? Deməli, silib yerinə yarısını yazacaq. 34 bölünmüş 2 eləyəcək 17. 5-ci ədədim oldu 17. Və 6-cı ədədim neçə olacaq? Bizdən 6-cı ədəd istəyirdi. Deməli, ədəd tək olduğuna görə 17. 17-nin 2 mislindən 4 vahid böyük ədəd yazacaq. Plus 4. 2 misli eləyəcək 34. Plus 4 eləyəcək 38. Deməli, 6-cı ədədim 38 olacaq. Cavabımız eləyəcək B variantı. Ümid edirəm aydındır. Sadəcə bu qanuna uyğunluğu verilmiş ədədlərə tətbiq eləyərək bizdən neçənci ədədi istəyirsə həmin ədədi tapmaq lazımdır. Bu qədər. Cavabımız oldu B variantı. Sağ olun, Allah amanında.